Rəhman və rəhim olan Allahın adıyla. Salam, xoş gördüksünüz müsəlmanlar. Allah oruc və namazlarınızı qəbul etsin inşallah. Bugünkü ayəmiz Hucurat surəsindəndir. Hucurat surəsinin 10-cu ayəsi. Hucurat surəsi özünün əxlaqi ayələri ilə Quran-Kərimdə məşhurdur. Əlbəttə bizim başqa surələrimizdə də əxlaqi ayələrimiz var. Amma Hucurat surəsində bu ayələr özünü daha qabarıq şəkildə bu cür etmək mümkünsə əgər biruzə verib və bizlərə bir çox ayələri demək olar ki, hamısı əxlaqi dərslər verirlər. Hucurat surəsinin 10-cu ayəsində bir hissəsində mütəallı olan Allah buyurur, möminlər biri-birinə qardaşlar. İnneməl müminuna ixvə. Möminlər biri-digəri ilə qardaşdılar. Burada əlbəttə ki, bioloji baxımdan qardaşlıqdan söhbət getmir. Çünki bioloji qardaşlıq bu cür nədir ki, hərənin özünün qardaşı var, hərənin bir atası var, anası var və onlar bu cür bir-biri ilə qardaş olurlar, bacı olurlar. Burada din bağlılığından söhbət gedir. Burada İslamın onları bir-birinə qardaş etməyindən söhbət gedir. Və İslam hər bir zamanda qardaşların bir yerdə olmağını istəyir. Fərqi yoxdur bu qardaş Azərbaycanda yaşasın və yaxud da Afrikanın hardasa cənub hissələrində yaşasın və yaxud da dünyanın başqa bir yerlərində, daha soğuq yerlərində yaşasın, isti yerlərində yaşasın, bu fərqi yoxdur. Əgər İslamdırsa, müsəlmandırsa, kəlmə şəhadətlərini deyiblərsə, İslam dini buyurur ki, bunlar qardaşdılar, bunlar biri-digərinin halına yanmalıdırlar, bunlar biri-digərinin əhvalını soruşmalıdırlar, biri-digərindən müğayət olmağı bacarmalıdırlar. İslam dini bizlərə bunu istəyir və bizlərdən bunu əlbəttə ki, tələb də eləyir. Birdən əgər məsələn bir qardaşın bir problemi olsa, gərək digər qardaşlar yığışsınlar, bunları həll eləsinlər, bu problemi aradan qaldırsınlar. Təəssüflər olsun ki, bugünkü dünyamızda çox da bir o qədər elə deyil. Əgər elədirsə, vardısa, bəzi yerlərdə bu görüntüyə xatirdir. Amma yaddan çıxarmayaq ki, İslam dini bizlərə bu sifarişi verir və bu sifariş bizim yadımızda olmalıdır. Biz həccə gedirik, həcc əməllərini yerinə yetiririk. Həcc əməlləri nəyə görə yerinə yetirilir? Allah deyərdi ki, kimin haçan imkanı oldu, dursun geçsin həccə. Həcc ona o zaman vacibdir və o zaman da vacib olduğuna görə də İstədiyi vaxtda həcc onun üçün vacibdir. Amma Allah Teala deyir, yox, ildə bir dəfə. İldə bir dəfə həcc vacib olacaqsa sənə, ömründə bir dəfə həmin o müəyyən olunmuş vaxtda Məkkədə hazır olmalısan. Həcc mövsümündə, həccdə, Kəbənin ətrafında hazır olmalısan. Nəyə görə hazır olmalısan? Tək ibadətə görə deyil. İbadət var bunun içində, amma bundan o tərəfə müsəlmanlar yığışmalıdırlar, biri digərinin əhvalından xəbər tutmalıdırlar, biri digərinin problemlərini orada həll eləməlidirlər. Baxın, bu məsələlərə görə həcc bizlərə vacibdir. İslam dini birlik dinidir, İslam dini qardaşlıq dinidir, biri digərindən əl tutmaq dinidir. Və müsəlmanlar da gərək bu cür olsunlar. Peyğəmbərimiz hədislərinin başqa birində buyurub, müsəlmanın qardaşıdır, ona heç vaxt zülm etməz, yardımını əsirgəməz, onu hadisələrin qarşısında tək buraxmaz. Yəni Peyğəmbərimizin də bizdən istədiyi budur, İslam dininin bizdən istədiyi də budur. Allah bizi birliyimizdə, qardaşlığımızda möhkəm eləsin inşallah. Allah çətinlikdə olan qardaşlarımıza da yar və yardımcı olsun. Sağ olun, Allahın amanında qalın.